Salam dostlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Həmişə inşallah yaxşı olasınız. Dostlar, bu günləri suxari salatı hazırlayacağım. Burada nə var? Qarğıdalıdır. Dostlar, bunu özüm hazırlamışam. Sonra lobiyadır. Bax, bu iri lobiyadan. Toyuğun sinə ətidir. Burada dozdur, suxaridir, qozdur. Bir də mayonezdir. Mayonezdə zövqə görə. Şimdi ərzaqları əlavə edeyim. Dostlar, yəni ailə tərkibinə görə, qonağınız gələndə neçə nəfər qonaq olacaq, yəni ərzaqları ona görə hazırlaya bilərsiniz də, yəni artırıb azalda bilərsiniz. Mən ev üçün hazırlayıram. Qozdur, haradasa bir armud stəkan belə olar. Sonra duzdakı zövqə görə tökürəm dostlar. Onu da niyə az tökürəm? Çünki toyuğun sinətini duzda qaynatmışam, ona görə. Dostlar, bir də bu salatın bir özəlliyi nədir? Yəni bu suxari salatı deyilir də, bunun adı belə gedir. O suxarini, yəni qonağınız gələndən sonra yəni əlavə edərsiniz. Çünki onun mayonez yumuşaldacaq da. Yəni onun dadı o içində xırt-xırt olmağındadır da. Yəni onu deyim ki, biləsiniz, əvvəlcədən əlavə eləməyin. Yəni bunun özəlliyi odur ki, o içərisində xırt-xırt qalacaq. Mən də mayonez əlavə edirəm. Dostlar, suxarini əlavə edirəm. Yəni, mən də hazırladım, süfrəyə verəcəm ona görə. Yəni, siz yenə deyirəm, qonağınız gələndə əlavə edərsiniz. Çünki onun mayonez yumuşaldacaq. Bunda dadı elə o suxaridədir. Adı da ona görə suxarili salatdır. Amma onu deyim ki, xanımlar, hazırlayın, görəcəksiniz özünüzdə. O qədər dadlı olur. Yəni, hansı qonağınız gəlsə, hazırlasaz, çox razı qalacaq. Çox doğrudan çox dadlı salatdır. Hazırdır. İndi qaba əlavə edəcəm. Dostlar. Dostlar, siz də hazırlayın, nuş eləyin. Mən deyim ki, salatların bəlkə də gözüdür bu. Hazırlayın. Çox xahiş edirəm. Rəy bölməsində yazarsınız hazırlayandan sonra. Özünüz görəcəksiniz ki, necə dadlıdır. Hər birinizə sağ olun. Məni izləyirsiniz, kanalıma abunə olursunuz. Allah hər birinizdən razı olsun. Siz mənim kanalıma abunə olun, rəylərinizi yazın. Mən də maraqlı reseptlərlə qarşınıza gələcəm inşallah.